وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Aleykümselam ve rahmetullahi ve berekatuhu. O ki qaldı qardaş, deyirsən ki, kimsə müdafiə eləyir Amaşı, Sələf Forumu və deyir ki, onlar ki, hakimləri bölürlər, rəhbərləri bölürlər, şərri və qeyri-şərri. Bu bölgədə, yəni bu bölgənin heç bir səmərəsi yoxdur və həmçinin deyir ki, əsas heç kimə qarşı xuruc görmür. Heç şək yoxdur ki, bunu deyən adam çox güman ki, Amaşı və Sələf Forum və onların fikirlərindən tanış deyil. Tanış deyil. Ki, belə şeyləri deyir. Birincisi, o ki qaldı ki, demək ki, çıxmaq görmür heç kəsə qarşı, bu səhvdir. Birincisi, çıxmaq görmür, o görürdü çıxmağı. Ən azı o bir dənə yazışmada, neçə dənə qardaş şəxsilə deyib, hətta o yazışma indiyəcə mövcuddur. Deyir ki, xalqın da gücü varsa, çıxıb devirə bilər. Onun öz sözləridir. Onun öz sözləridir. Belə deyir hakimləri, qeyri-şərri hakimləri, qanunsuz hakimləri, necə o onu vəsf edir onları. Deyir, xalqın gücü varsa, çıxıb devirə bilər. Sonra o yazı yayılandan sonra dedi ki, yox, mən çıxmağı demirdim. Mən başqa düşmədiniz mənə düzgün. Mən deyirdim, xuruc yox, azl edirəm. Yenə də azlı görür. Azl belə devrimin, elə bir ki, yüngül formasıdır. Deyir, güc olsa yenə də azl, belə hakimləri yəni eləmək olar. Yəni hökmü almaq olar onlardan. Hakimiyyəti. Sadəcə onun adını xuruc qoymur, azl qoyur. Bu bir. İkincisi isə rəhbəri şəri görməmək, qanunsuz görməmək artıq xurucdur. Bunu deyən adam heç bilmir xuruc nədir deyəsən. Necə onu alimlər deyir. Şeyx Fovzan Hafizullah deyir ki, xuruc neçə növdür. Xuruc neçə növdür. Deyir, olur silahla, olur sözlə və olur qəlblə. Və deyir, qəlblə necə xuruc olur? Qəlblə xuruc odur ki, insan bir öz hakimini, öz dövlət başçısını qanunsuz sayır və ona olan vacibləri yerinə yetirmir. Yəni, beyat görmür və s. Deyir, bu artıq xurucdur. Ona görə də Şeyx Abdüləziz Əli Musa, Misirli şeyx, ətraflı rədd edib Amaşa. Ətraflı bir yarım saatlıq rəddi və orada neçə dəfə onun sözlərini gətirirlər. Onu rədd edir və orada neçə dənə yerdə deyir ki, bu artıq xurucdur. Hakimi şərri görmək xurucdur. Özü xurucdur elə. Bu elə özü xurucdur. Amma o ki qaldı deyir ki, bu bölgənin heç bir səmərəsi yoxdur. Necə səmərəsi yoxdur? Subhanallah. O neçə dənə müsəlman dövlət başçıları qanunsuz görür. O sənin, mənin dövlət başçını qanunsuz görür. Bu səmərəsi yoxdur, subhanallah. Necə bu belə şeylər demək olar? O ona beyət görmür. Neçə dənə indi müsəlman rəhbərin haqları var. Demək olar ki, bütün haqları ləğv edir o. Onu beyət görmür. Yəni, onu itayət, beyət görmür. Və həmçinin belə hakimə, belə rəhbərə itayəti ibadətdən görmür.
Subhanallah, bu heç nədir, səmərəsi yoxdur. Allah subhanahu wa ta'ala Quranda deyir ki, eyyuhellezine amenu atiullaha ve atiur rasul ve ulil emri minkum. Ey iman gətirənlər, Allaha, Rasuluna və aranızda seçilən rəhbərə itaat edin. Allah subhanahu Quranda ayədir. Neçədən hədislər var və biz bilirik ki, Allah subhanahu wa ta'ala neyi əmr edirsə, o ibadətdir. Qayda belədir. Allah subhanahu neyi əmr edirsə, onu yerinə yetirməyə ibadətdir. Onlar deyirlər ki, bütün bu ayələr, hədislər bu rəhbərlərə aid deyil. İbadət sayılmır. Subhanallah, necə demək olar ki, burada səmərə yoxdur. O deyir ki, belə hakimlərə, yenə deyirəm, uzağa getmək lazım deyil. Başqa yerə, başqa planetə, başqa kontinentə getmək lazım. Sənin, mənim olan rəhbərə o qanunsuz görür. Və deyir ki, ona itaat eləmək ibadət deyil. Və əksinə ona itaat eləmək, belə rəhbərlərə deyir, itaat eləmək min babil məsləhə vəl məfsədə. Yəni, məsləhət və məfsədə babından. Yəni, məsləhətə baxırıq. Məsləhət eləyirsə itaat eləyir. Məsləhət yoxsa itaat yoxdur. Subhanallah, burada səmərə yoxdur. Bu söz kafir rəhbərlərə aiddir. Bunlar müsəlman rəhbərlərə tətbiq edirlər. Bu itaat, burada səmərə yoxdur. Nəinki bu, hətta bütün Quranda və sünnədə olan naslar, yəni Peyğəmbər sallallahu sözləri və Quranda olan ayələr, rəhbərlər barədə, onlar hamısı deyirlər bu rəhbərlərə aid deyil. Bu rəhbərlər aid eləmirlər. Çünki deyirlər ki, bütün bu hədislər və ayələr o rəhbərə aiddir ki, Allahın hökmünə hökm verir. Bu səmərə yoxdur burada. Ona görə görürsən ki, hakimlərin, rəhbərlərin eyiblərini açırlar, eyiblərdən danışırlar, açıq aydın, cəmaatın qabağında, gözdən salırlar. Hətta o Peyğəmbər sallallahu sözü var, deyir, Əs-sultan zillullah aləl-ard. Mən əkramahu əkramahullah və mən əhənəhu əhənəhullah. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem, rəhbər, sultan. Yerdə Allah subhanahu ta'ala kölgəsidir. Kim onu ehtiram eləyərsə, ikram eləyərsə, Allah subhanahu ta'ala onu ehtiram edər. Kim onu alçaltmaq çalışarsa, Allah subhanahu ta'ala onu alçaldar. Onların biri deyir ki, bu deyir, belə rəhbərlər deyir, Allahın kölgəsi yox, şeytanın kölgəsidir. Subhanallah. Burada səmərə yoxdur. Ona görə bu belə insan, belə deyən insan heç bilmir deyəsən onların fikirləri necədir. Sonra deyirsən ki, kimsə deyir ki, dəlil olmalıdır onu hüccət qaldırmaq üçün, nə masa arxasında oturmaq lazımdır, nə sonra çəkindirmək lazımdır, subhanallah. Bunu da deyən adam, deyəsən heç xəbəri yoxdur nələrə baş verir. Yəni artıq bu Amrşın fikirləri barədə, bu Sələforum fikirləri barədə neçədən alim danışıb. Hətta deyəsən Şeyx Süleyman Ruheyli gətirir. Şeyx Süleyman Ruheyli özü deyib ki, görsədən onu alimlərin sözləri. Neçədən alim danışıb, yəni də bu adam dönmür. Hətta ona təklif olanda ki, gedək Şeyx Süleyman Ruheyli'nin yanına gedib danışaq. Dedi ki, mən nüş gedirəm Şeyx Süleyman Ruheyli'nin yanına. Mən heç gelib danışmayacağım onunla. Mənası yoxdur. Mən deyir, onun rəyini bilirəm də. Deyir, mən Şeyx Süleyman rəyini bilirəm, mən gedməyəcəm onu. Yəni, onun mənası yoxdur danışmaq. Bilirəm o mənə nə deyəcək. Subhanallah, bundan sonra hüccət necə olur? Və həmçin neçə dənə şeyx bu barədə artıq bu fikri deyib ki, bu fikir əhl-i sünnədən deyil. Şeyx Süleyman Ruheyli, Şeyx Xalid Zafiri, Şeyx Muhammed Bəzmul, Şeyx Salih Suheymi, yadında olanları deyirəm. Şeyx Abdullah Buxari və həmçinin Şeyx Hasan Abdülvahhab Əl-Bənnə, Misirli şeyx, ən ağsaqqal Misirli sələfi şeyx. Hansı ki, onlar əvvəl güya ona zəng elədilər, güya onları dəstəklədi. Sonra Şeyx Abdüləziz Əl-Musa
zəng elədi Şeyx Hasan Abdülvahhab'a və dedi ki, onlar sənin adından belə şeylər ya, deyib ki, bu hizbiçilikdir, mən belə şey deyə bilmərəm, mən başqa şey qəsd eləmişəm. Belə bölmə rəhbərləri elə o hizbilikdir. O Misirdə olan xavaricilərin fikirləridir. Və həmçinin Şeyh Abdüləziz Musa ətraflı Abdüləziz Ali Musa ətraflı rədd edib o Amr fikirləri və hətta adla ondan çəkindirib. Və həmçinin Şeyh Talat Zahran adla çəkindirib ondan. Həmçinin Xalid Osman o da adla çəkindirib. Yəni bundan sonra demək ki, hüccət lazımdır qaldırmaq, subhanallah, necə olur o? Masa arxasında oturmaqda hüccət necə olur? O qədər alimlər danışır, bu hüccət sayılmır. Onların neçəsi adla çəkindirib bundan. Şeyh Xalid Osman başqa məsələ, yəni onun Mumeyyi fikirlərinə görə ondan çəkindirib. O da adla çəkindirib. Həmçinin Şeyh Raslan, Şeyh Raslanın tələbələri onun o bəzi fikirləri var. Mumeyyi fikirləri vəsf edəndə çəkindirib. Həmçinin Şeyh Muhammed bin Ghalib, Şeyh Ubeyd Cəbrin tələbəsi ona yaxınlaşdı, bu fikirləri ərz elədi ona ki, belə bir fikirlər, belə adam var, çəkindirdi o adamla. Subhanallah, bundan sonra da hüccət necə olur? Ona görə belə demək ki, bu adama hüccət çatdırmaq lazımdır. Bundan sonra da necə hüccət? Həmçinin Şeyh Salih Fovzan, Şeyh Abbad dedilər ki, belə yəni soruşdular, hakim şərri necə olur, dedilər. Madəm ki, hakim müsəlman, şərri hakimdir. Necə qeyd elədim, Şeyh Salih Fovzan özü deyir, xurucların növləri odur ki, hakimi şərri saymamaq. Ona görə demək ki, masa arxasında oturmaq lazımdır və s. Yəni, bunu deyən adam ya bu şeyləri bilmir, bu alimlərin sözlərini bilmir və ya əgər bilirsə, onda bu yəni Mumeyyiliyin özüdür. Yəni, belə şeylərdən sonra demək ki, insanın hüccət sayılmır, gərək gedək, oturaq onunla masanın arxasında və s. Onda da heç xavaric bidətçi yoxdur. Heç xavaric bidətçi yoxdur. İndi hansı alim danışdı kimdənsə, istər onun Ben Laden olsun, istər onun neyi olsun, xavariclər olsun, biz gərək deyək ki, yox, bu nə olar ki, alim dedi. Gedək ayrıca onunla oturaq, masa arxasında söhbət edək. Yəni, bu, necə deyərlər, Mumeyyiliyin zirvəsidir. Ona görə ya bu insan, bunu deyən insan bunları bilmir, ya bilirsə, onda bu belə Mumeyyiliyin özüdür. Həmçinin qarşı bir dənə şey yadından çıxdı deyim. Əslində bu fikirlər, rəhbərləri bölmək, şərri, qeyri-şərri, bu təzə fikir deyil. Bu xavaricilərin köhnə fikridir. Xüsusən də Misirdə bu fikirlər çoxdan yayılır və bugün də onların banisi demək olar ki, o fikirləri yayanlar əsasən Yasir Burhamidir və onun yanında olan necə deyirlər, onun yanında olan hizbilər. Hizblər İskəndəriyə deyilir ona, yəni Aleksandriya deyilən şəhər var, orada olan hizbilər. Bu onların fikirləridir. Onlar da bu fikrə əsasən nə edilər? O vaxt ki, dövlət başçısı biraz zəiflədi, hökumət biraz zəiflədi, çıxdılar onun qarşı. Çıxdılar. Və ona görə cəmaat ki, o vaxt çıxdı, onlar da çıxdılar Hosni Mübarək qarşı. Xuruc elədilər. Çünki artıq məsləhət idi çıxmaq. Artıq onlara görə məsləhət idi çıxmaq. Ona görə onları itaəti məsləhətdən görürlər. İbadət görmürlər. Bu böyük problemdir.
Sələfi adam o öz rəhbərinə itaət edir, ibadət kimi. Allah subhanahu wa ta'ala yaxınlaşır bununla. Məsləhət kimi yox. Ona görə dövlət başçısı, rəhbər güclüdür, zəifdir, buna baxmır. Zəifdirsə itaət edir, güclüdürsə itaət edir. Çünki onu ibadətdən görür. Amma bunlar isə görürsən hakim biraz zəifləyən kimi çıxdılar. Ona qarşı çıxdılar. Necə Misirdə? Çıxdılar, devirdilər. Sonra da bir partiya yaratdılar. İxvan Xavaric partiyası, Hizbun-Nur. Və o partiya indiyəcən də fəaliyyət göstərir və indiyəcən də mübarizə edirlər hakimiyyət üçün. Budur onların mənhəci. Ona görə Yasir Burhami elə o vaxt o fikirləri o söyləyəndə elə çıxmağından qabaq, partiya qurmağından qabaq ondan alimlər, Misirdə alimlər çəkindirdilər. Çəkindirdilər, təbdi elədilər, bidətçi gördülər. Sələfi şeyxlar Misirdə çəkindirdilər. İstər Şeyx Raslan olsun, istər Şeyx Hasan olsun, Abdülvahab, istər başqa və digər şeyxları. Xalid Osman, digər şeyx, hamısı çəkindirdilər. Dedilər, bu fikirlər sələfi fikirlər deyil. Və həmçinin bu fikir Abu İshaq el-Huveyni fikirdir. O da deyir ki, indi şərri rəhbərlər yoxdur. Çünki Allahın hökmünə hökm vermirlər. Və ya çoxu şərri rəhbər, qanun rəhbər deyil. Ona görə də Şeyx Xalid Osman gözəl bir rəddi var. Böyük bir kitab yazıb, 1000 səhifəyə yaxın. Orada Abu İshaq el-Huveyni Xavaric kutbiçi olmağını ispat edir. O kitabı böyük şeyxlər məsləhət görüblər, Şeyx Ubeyd və s. Orada olan məsələlərdən biri də ona olan iradlar odur ki, o dövlət başçıları qanunsuz görür. Dövlət başçısını qanunsuz görür. Ona görə o vaxt ki, Şeyx Hasan zəng elədi, Şeyx Ali Musa, Abdüləziz Ali Musa dedi ki, belə fikirlər yayılır. Dedi ki, bu onların fikirləridir. Yəni bu həmin o hizbilərin, Burhami fikirləridir. Eyni şey, biz o fikirləri çoxdan rədd edirik. Ona görə belə adamları müdafiə eləmək, onlara yenidə məsləhət görmək, bu böyük bir cinayətdir sələfi mənhəcinə qarşı. Böyük bir cinayətdir. Mümeyyilikdir və böyük bir cinayətdir. Allah subhanahu ta'ala daha yaxşı bilir. Selamun aleyküm.